Salam əziz abituriyentlər. Bugün sizə imtahana düşə biləcək vacib bir mövzulardan olan kimyəvi tarazlıqdan danışacağam və bu mövzuya aid nümunələrə baxacağıq. Bu suallarımız baxaq. İki dənə demək maddəmizi verib, azot, hidrogen və ammonyak. Tarazlıq qatlıqlarını verib və başlanğıc qatlıqlarını X və Y istəyir bizdən. Reaksiya tənliyi verilib bizə. Azot plus hidrogen alınır ammonyak. Kimyəvi tarazlığa aid məsələləri həll eləməklə götürür. Mütləq dərəcədə burada deyəcəyim düsturu əzbər bilmək lazımdır. Hər bir maddənin, yəni reaksiya daxil olan maddələrin başlanğıc qatlıqları olur və müəyyən qədər reaksiya sərf olunur. Reaksiya sərf olunan qatlığı da yazırıq VSG və tarazlıq qatlığı olur. Tarazlıq qatlığı. Tarazlıq qatlığı nə idi uşaqlar? Tarazlıq qatlığı maddənin reaksiyaya daxil olmayan hissəsi idi. Maddənin bir başlanğıc qatlığı var. O başlanğıc qatlıqda müəyyən qədər reaksiya sərf olundu. Yerdə qalan isə reaksiya daxil olmadı. Məhz o reaksiya daxil olmayan hissəsinə maddənin tarazlıq qatlığı deyilir. Bizə verilib tarazlıq qatlığımız 0,8 mol bölünsün litr, 0,4 mol bölünsün litr, azotunki 0,8, hidrogeninki 0,4 və ammonyakın tarazlıq qatlığını verib 0,4. Başlanğıc qatlıqları istəyir. Azotun başlanğıc qatlığı X, hidrogenin başlanğıc qatlığı Y və başlanğıc qatlıq, siz bilirsiniz ki, reaksiya tənliyinin sol tərəfində verilən maddələr başlanğıc maddələrdir, alınan maddə məhsuldur. Məhsulun başlanğıc qatlığı əlbəttə ki, sıfıra bərabər olur. Məhsulun başlanğıc qatlığı olmur. Zaman keçdikcə məhsul alınır. Mən bayaq dedim ki, tarazlıq qatlığı maddənin reaksiyaya daxil olmayan hissəsidir. Məsəl üçün, başlanğıc maddənin tarazlıq qatlığı 0,8, 0,4. Bu mənanı ifadə edir ki, 0,8 mol bölünsün litr azot reaksiyaya daxil olmayıb. 0,4 mol bölünsün litr hidrogen reaksiya daxil olmayıb. Bəs onda belə bir sual verə bilərsiniz ki, ammonyakın da 0,4 mol bölü litr reaksiya daxil olmayıb. Yox. Tarazlıq qatlığı reaksiya baş verib. Artıq tarazlıq yaranıb. O an sırf əlimdə qalandır. Ona görə də başlanğıc maddədən əlimdə qalan 0,8 azot olur, 0,4 hidrogen olursa, ammonyakdan isə alınan 0,4 olur. Biz məhsula deməyəcəyik ki, məhsuldan bu qədər reaksiya daxil olmayıb, bu tarazlıq qatılığıdır. Elə şey olmur. Yəni, məhsuldan alınan, əlimdə olan nədir? Bütün maddələrdən əlimizdə qalan nədir? Azotdan 0,8, hidrogendən 0,4, yəni reaksiya daxil olmayıb. Amma ammonyakdan 0,4 reaksiya daxil olmayıb deyə bilmərik, reaksiyadan alınıb deməliyik. Əgər reaksiya nəticəsində 0,4 mol bölünsün litr ammonyak alınıbsa, biz burada müəyyən edə bilərik ki, azotdan hidrogendən reaksiya nə qədər sərf olunur. Baxın, bəzən uşaqlar götürür bu 0,4-ü yazır NH3. Buradan reaksiya sərf olunan qatılıqdan. Ammonyak reaksiya sərf olunmur, ammonyak alınan məhsuldur. İndi gəlin baxaq, 1 mol azot reaksiya daxil olduğu zaman 2 mol ammonyak alınır. 1 mol azot reaksiya daxil olursa 2 mol ammonyak alınır. Əgər tarazlıq qatılığında 0,4 mol bölünsün litr ammonyak alınıbsa, bu mol bölünsün litrdir daha doğrusu qatılıqdır. Eləcə də mol da o cür olur. Əgər reaksiya nəticəsində 0,4 molya ammonyak alınıbsa, bəs reaksiya neçə molyar, yəni neçə mol bölünsün litr azot reaksiya daxil olub? 10 tapaq. X-imiz buradan eləyir 0,2. Demək onda reaksiya sərf olunan qatılıq nə qədərdir? 0,2 azotdan. Bəs azotdan 0,2 mol bölünsün litr sərf olunubsa, hidrogendən neçə mol bölünsün litr sərf olunur? Görürük ki, reaksiya tənliyində 1 mol azot reaksiya daxil olanda 3 mol hidrogen reaksiyaya daxil olur. 1 mol azota 3 mol hidrogen reaksiyaya girir. Bəs 0,2 mol bölünsün litr azot reaksiya daxil olubsa, bəs onda nə qədər hidrogen reaksiya daxil olub? X-imiz də nə qədər eləyir? 0,6. Bayaq dedik ki, hər bir maddənin başlanğıc qatlığı olur.
o müəyyən qədər sərf olunur, müəyyən qədər isə, yəni reaksiya daxil olub, müəyyən qədər isə qalır. Buradan belə bir nəticə çıxardıq ki, başlanğıc qatılığımız nəyə bərabərdir? Reaksiya sərf olunan qatılıq, üstə gəlinsin tarazlıq qatılığa. Əgər azotdan 0,2 mol bölünsün litr reaksiya sərf olunubsa və 0,8 mol bölünsün litr tarazlıq qatlığı qalıbsa, yəni tarazlıq qatlığı nə deməkdir? Reaksiya sərf olunmuyubsa, başlanğıc qatlığımız necədir? 0,2 ilə 0,8-i toplayacağıq. Bu da eləyir 1. Demək onda x-imiz neçəymiş? 1 imiş. Yəni azotun başlanğıc qatlığı 1 mol bölünsün litrdə. Bəs hidrogen neçə eləyəcək? 0,6 reaksiya sərf olunub, 0,4 isə tarazlıq qatlığıdır. Onda hidrogenin başlanğıc qatlığı nə qədər olacaq? 0,6 ilə 0,4-ü toplayırıq, eləyir 1. İndi digər sualımıza keçək. Bu sualımız nisbətən biraz daha çətindir. Qapalı qabda 0,6 mol CO və 0,4 mol oksigen qarışdırıldıqda reaksiya baş verir. Reaksiyanın onsuz burada verirlər. Tarazlıq anında başlanğıc maddələrin molekullarının saylarının cəmi məhsulun molekulları sayına bərabər olur. Və reaksiyanın tarazlıq sabitini verib 8-ə bərabərdir. Reaksiyanın getdiyi qabın həcmini hesablayın. Reaksiya tənliyini yazıram. 2 mol CO üstə gəlsin O2 alınır 2 mol karbon qazı. Biz bilirik ki, yenə eyni qaydada başlanğıc qatılıq, reaksiya sərf olunan qatılıq, tarazlıq qatılıq. Ən birinci yuxarıdan başlanğıc qatılıq yazıram, sonra reaksiya sərf olunan qatılıq yazıram, sonra tarazlıq qatılıq yazıram. Demək, 0,6 mol CO ilə 0,4 mol oksigen qarışdırılır. Bu deməkdir ki, onda hansı qatılıq olacaq? Başlanğıc qatılıq, reaksiya sərf olunan qatılıq, yoxsa tarazlıq qatılığı? Əlbəttə ki, başlanğıc qatılıq olacaqdır. Çünki ilk 0,6 molla 0,4 mol oksigen qarışdırılıb bir-birinə. 0,6 mol CO və 0,4 mol oksigen. Tarazlıq anında başlanğıc maddələrin molekulları sayının cəmi məhsul molekulları sayının cəminə bərabərdir. Mən buradan götürüb özümdən işarə edə bilmərəm də bunun tarazlıq qatılığı budur, ya budur. Heç bunu əldə edə bilmərəm. Çünki mən bilmirəm axı bundan nə qədər reaksiya sərf olunub ki, tarazlıq anında, yəni reaksiyaya daxil olmayan hissəsi nə qədər qalacaq bundan. Amma mən burada görürəm ki, 2 mol CO-ya 1 mol oksigen reaksiya girir və 2 mol CO2 reaksiyadan alınır. Bu deməkdir ki, 2-nin 1-ə gedir bu reaksiya. Mən də özümdən mənə heç bir şey vermir, baxın bu məsələdə nəsə bir şey verir. Özümdən atıram ki, 2x mol nisbətində CO reaksiyaya girib, 2x-dan x, 2-nin 1-ə daxil 2x-in x-a nisbətində reaksiya sərf olunur. Qatılığı götürürəm. İndi CO2-nin 2x mol CO reaksiya girib, x mol oksigen reaksiya daxil olursa və CO2-dən nə qədər alınır? Görürsünüz 2, 1, 2. Demək onda 2 mol. 2x-ın x-a götürmüşəmsə, burada 2x. Bunun tarazlıq qatılığına yazıram. Niyə görə? Çünki məhsuldan reaksiya sərf olunmur. Məhsul alınır və məhsul alınan qatılığı tarazlıq anında əlimdə qalan qatılıqdır. Tarazlıq anında əlimdə qalan hissədir. Amma bəs yaxşı, başlanğıc maddələrin tarazlıq qatılığı nəyə bərabərdir? Başlanğıc maddələrin tarazlıq qatılığı isə reaksiya daxil olmayan hissədir. Yəni tarazlıq anında əlimdə nə qalıb? Onda 0,6 idi başlanğıc qatılıq. 2x-i sərf olundu. 0,6 mol idi. 2x-i sərf olundu. Nə qədər qaldı? Biz bilirik ki, yenə bir yadımıza salaq. Başlanğıc qatılıq nəyə bərabərdir? Reaksiya sərf olunan qatılıq, üstə gəlsin tarazlıq qatılığı. Başlanğıc qatılığımız 0,6-dır. Reaksiya sərf olunan qatılığımız 2x-sə, tarazlıq qatılığını tapmaq üçün biz nə edərik? 0,6-dan çıxarıq 2x-ə. Yəni 0,6-dan 2x-i sərf olundusa, 0,6 çıxılsın 2x-i qaldı tarazlıq anında əlində. 0,4 mol oksigen götürmüşəm başlanğıcda, x molu reaksiya daxil olub. Onda nə qədər qaldı? Yenə bura 0,4 qoyarıq, bura x qoyarıq. Yəni nə qədər reaksiya daxil olmalı? 0,4 çıxılsın x. Və mənə burada verilmişdi ki, tarazlıq anında başlanğıc maddələrin molekullarının sayının cəmi. Baxın, bunlar tarazlıq anında başlanğıc maddələrin molekullarının sayının cəmi məhsulun molekullar sayının cəminə bərabərdir. Bu deməkdir ki, 0,6 çıxılsın 2x
üstə gəlsin aşağıdan yazıb 0,6 çıxılsın 2x, üstə gəlsin 0,4 çıxılsın x bərabərdir 2x-in başlanğıc maddələrin molekullarının sayının cəmi bərabərdir məhsulun molekullarının sayının cəminə. Bunu həll edirik. 1 çıxılsın 3x bərabərdir 2x-a, 1 bərabərdir 5x-a, x-i də tapırıq buradan 0,2. Və bu aparıb x bizdən nə istəyir? Bizə tarazlıq sabitini verir və reaksiyanın getdiyi qabın həcmini istəyir. Aparıb x-in yerinə 0,2-ləri qoyuram. 2-ni vururam 0,2-yə eləyir 0,4. 0,6-dan 0,4-ü çıxırıq eləyir 0,2. Yenə 0,2-ni burun yerinə qoydum. 0,4 çıx 0,2 elədi 0,2. Bu da eyni qaydada, bu da eləyir 0,4. İndi keçək tarazlıq sabitinə. Tarazlıq sabiti böyük K ilə işarə olunur. Bilirsiniz ki, məhsulların tarazlıq qatlıqlarının hasilini böləndə başlanğıc maddələrin tarazlıq qatlıqlarının hasilinə bizə verir tarazlıq sabitini. Məhsulların tarazlıq qatlığı, yəni birinci düsturu qurmağı bacaraq. Məhsulun CO2-dir. CO2 yazıram, yəni CO2 maddəsinin karbon qazının tarazlıq qatlığı, amma əmsal var, əmsalı qədər qüvvətlə yüksəldirəm. Sonra başlanğıc maddələrdən CO, yəni CO-nun tarazlıq qatlığı, amma əmsalı qədər qüvvətlə yüksəldirəm. Vururam oksigenin tarazlıq qatılığına, amma bunun əmsalı yoxdur deyə əmsalı qədər qüvvətlə yüksəltmirəm. İndi baxaq. Tarazlıq sabitini verib bizə 8. Aparıb bunun yerinə 8 qoyuram. CO2-nin mol miqdarı nə qədərdir? 0,4-dür. Aparıb bunun yerinə tez 0,4-ləri falan da qoymayım. Bu bunun mol miqdarıdır. Görmüşdüksə, bayaq fikir vermişdiksə molla ifadə eləmişdir. Biz bilirik ki, molyar qatılığın düsturu nədir? S bərabər μ bölünsün V-dir. Aparıb hamısının yerinə sanki μ bölünsün V qoyuram. μ bölünsün V. Amma buradakı μ bölünsün V CO2-nin mol miqdarını böləcəyik həcminə, qabın həcminə. Bizdən qabın həcmini istəyir. CO2-nin tarazlıq qatlığını, tarazlıqda olan, tarazlıq anında mol miqdarını verib bizə 0,4 aparıb qoyuram. 0,4 bölünsün əmsalıda onsuz buradan görülmüşdür, yazmışdıq düsturu kvadrata. Aşağıdan isə yazıram yenə μ bölünsün V. Bu dəfə CO-nun tarazlıq qatlığının, tarazlıq molunun, yəni tarazlıqda olan mol miqdarını bölürəm həcminə, kvadratla yüksəldirəm. Vurulsun, oksigenin də tarazlıq qatlığı, tarazlıq anında olan mol miqdarı 0,2-dir. 0,2 bölünsün V. İndi bu tənliyi həll eləyək. Bu tənliyi həll eləyəndə bunu heç bölməyək bir-birinə, vurmayaq daha doğrusu. Daha sadə olsun. Bunu yaza bilərəm. 0,4, 0,4, aşağıda da V kvadratı. Bölünəndə bilirsiniz ki, tərsinə çevriləcək. Burada yazırıq V kvadratı. Bura yazıram 0,2 vurulsun 0,2. Burada da eyni qaydada yazaq vurulsun. Demək ki, V aşağıda da 0,2. V kvadratları ixtisar gedər. Sonra bunlarla bunu apararam 0,4 ilə 0,2 2 qalar. Bununla bunu ixtisar apararam 2 qalar. Sonra və 8 bərabərdir buradan alınan 4V bölünsün 0,2. Buradan taparam ki 1,6 bərabərdir 4V-yə. V də bərabərdir nəyə? 0,4 litrə. Burada həmişə diqqət edin, S bərabər μ bölünsün V düsturunda μ'nun mol miqdarı vahidi moldur, həcmin vahidi litrdir. Yəni onsuz da biz həmişə bura litr qoymalıyıq. Ona görə də biz tapdıq ki, həcm nə qədərdir? 0,4 litrdir. Əgər siz də kimyəvi tarazlığa aid bu sualları tam başa düşdünüzsə, kommentdə bildirin, videoların davamı gəlsin.